Hər kəsə salam dostlar, Aytmas kanalına hər biriniz xoş gəlmisiniz. Bugünkü videoda sizə bir çox tələbənin yaralı yeri olan sərbəst işləri necə özünüz evdə rahat bir şəkildə hazırlaya bilərsiniz, onu göstərəcəyəm. Hansı ki, biz bu sərbəst işləri AI ilə hazırlayacağıq. Düzdür, bəzi universitetlərdə AI ilə bağlı bir çox tədbirlər görülüb, amma siz bu yazdığınız AI mətni müxtəlif platformalar sayəsində humanize edə bilərsiniz. Bugünkü videodakı sərbəst işlərimiz, yəni slide formasında olan sərbəst işlərdir. Gəlin əvvəlcə keçək, bir sərbəst iş mövzusu tapaq. Daxil olaq ChatGPT-yə və ChatGPT-dən soruşaq ki, IT ilə bağlı sərbəst iş mövzusu yaz. Aha, görə bizə nə sərbəst iş mövzusu verir, onunla bağlı biz sırayla sərbəst iş hazırlamağa başlayaq. Deməli, informasiya texnologiyaları və müasir cəmiyyətdə rolu. Gəlin bu mövzuda biz sərbəst iş hazırlayaq. Bunun adını kopyalayaq. Ataq deyək ki, bu mövzuda mənə sərbəst iş hazırla. Sərbəst iş slide formasında olacaq. Bunun üçün mətin hazırla. Mətnimizi hazırlasın. Mətni hazırlasın, sonra deyək ki, slide 1, slide 2 formatında yazmasın. Axıcı bir şəkildə mətni yazsın ki, biz onu AI-yə atanda o özü orada komplikasiya eləsin. Yazaq ki, bu sərbəst iş mətnini axıcı bir şəkildə yaz. Slaytlara bölmə. İndi yazdığı mətni kopyalayırıq. Bunu saxlayırıq. İndi Gamma-yə daxil oluruq. Gamma-yə daxil olduqdan sonra burada Start to Free butonuna basırıq və buradan qeydiyyatdan keçirik. Hansısa Google ilə qeydiyyatdan keçə bilərik Google hesabımızla. Siz də özünüz öz Google hesabınızdan qeydiyyatdan keçirsiniz bu hissədə. Qeydiyyat tamamlandı. Aha, indi isə belə bir səhifə açdı. Burada müxtəlif suallar soruşur sizdən. Bunları elə random seçib keçə bilərsiniz. Bu çox da önəmli bir şey deyil. Aha, indi qarşımıza 4 ədəd seçim gəlir. Burada biz Paste in Text butonuna basırıq və daha əvvəl ChatGPT-dən kopyaladığımız mətni gəlirik burada bu hissəyə yapışdırırıq. Buradan Presentation'a basırıq. Buradan da 16x9, yəni Traditional Slide Default Slide size-ını seçirik buradan. Aşağıda da ki, özünüzə uyğun olanı seçirsiniz. Yəni, bu qalsın, Summarize Long Text or Document qalsın. Bunu seçəndən sonra Continue to Prompt Editor-a daxil oluruq və bizim üçün artıq slide hazırlamağa başlayır. Aha, indi isə burada sol tərəfdə ölçülərin, daha doğrusu yazının, tekstin, yəni dolğunluğunu seçirsiniz. Orta yaxşıdır belə. Output Language hələlik türkcə qalsın. Əgər bizə output-u türkcə verərsə, biz onu özümüz müəyyən AI vasitəsilə Azərbaycan dilində çevirəcəyik. Daha sonra buradan temalar var. Müxtəlif temalara seçə bilərsiniz. Yəni özümüzdən, yəni bu daha yaxşıdır məndə. Yaşıl və qara bu qalsın. Şəkillər AI şəkillər olsun. Buradan Image Art Style'da ilə Illustration qalsın. Bu da opsional bir şeydir, yəni buna çox da ehtiyac yoxdur. Format da bu. 10 ədəd slide olacaq. Aha, generate eləyək. Görək bizə necə bir nəticə verəcək. Əla, Azərbaycan dilində verdi qəşəng. Amma bəzən türkcə verir. Elə buradan da həmin türkcə olan mətnləri seçib kopyalayan ChatGPT, Gemini və s. müxtəlif AI vasitəsilə onları siz Azərbaycanca tərcümə edib buraya yapışdıra bilərsiniz. Yəni heç bir problem yaratmır.
Arkadaşlar. Bunlar da öğretici məlumatlar da bunları keçir. Yəni bu qədər gördüyünüz kimi hazırladı qəşəng. Normal səviyyədə. Nəsə bir dəyişiklik etmək istəsəniz də üzərinə basaraq da belə dəyişiklik edə bilərsiniz. Yəni indi isə bunu biz eksport eləyək. Eksport edəndə də bu ödənişsiz versiya olduğu üçün müxtəlif watermark qoyacaq. Onları da biz silməyə göstərəcəyəm. Buradan geri basaq, buradan export to PowerPoint şəklində eksport eləyək ki, biz orada onun üzərində dəyişiklik edə bilək. Hal-hazırda exporting prosesi davam edir. Export hazır. Bunu ataq masa üstünə və hazırladığımız slayda daxil olaq. Buradan yuxarıdan enable editing sonuna basaq və editi enable eləyək. Aha, gördüyünüz kimi sağ aşağıda made with gamma olaraq watermarklar var. Biz bunları necə siləcəyik? PowerPoint-də yuxarıdan insertlərin tabına daxil oluruq. Buradan shapes və buradan hər hansı bir düzbucaqlı kvadrat bir shape götürürük və bunun üzərinə beləcə seçirik. Bunun rəngi belə olur. İndi isə yuxarıdan shape fill hissəsinə basırıq. Buradan da eyedropper'a basıb bu rəngin uyğunluğunda, yaxınlığında olan rənglərdən seçirik. Gördüyünüz kimi belə oldu. Bunun qıraqlarında outline-larını da silək. Outline-a basırıq. Buradan no outline edirik. Və bu qədər. Gördüyünüz kimi artıq loqonu sildi. Və hamısını tətbiq eləmək üçün ən rahat üsul. Bunun üzərinə bir dəfə basırıq və Ctrl+C kombinasiyası ilə bunu kopyalayırıq və digər slayda daxil oluruq. Buna yapışdırırıq. Bunda yoxdur. Burada var. Buna əlavə eləyirik. Sonra bunu əlavə eləyirik. Burada da yoxdur. Bunu əlavə eləyirik. Bunun üzərinə düşdü. Biraz bunu aşağı eləyə bilərik. Bundan eyni sırada olsun. Və bunun bu hissəsində biraz qaldı. Görürsünüz. Bunu da düzəltmək üçün bir dəqiqə. Bundan bir ədəd də götürək, kopyala, yapışdır eləyək. Bu hissəsindən kəsək biraz. Əla. Bu da belə. Yəni sonra bunda da var. Buna yapışdırıb silək, silək və bunu da silək. Burada bəzi ikonlar ki var, hansı ki bu ikonlar Gamma'da var idi, amma PowerPoint eksport eləyəndə onlar sil. Bunun da ən rahat yolu daxil olaq brauzerə. Uyğun ikonlardan biz yükləyə bilərik. Gəlin şəklini çəkək. Və PPT-yə ataq. Deyək ki, bu diaqramda onların adlarını vektor şəklində bizə ikonların adlarını verdi qəşəng. İndi isə biz flat.com saytına daxil olaq. Burada ikonları pulsuz şəkildə yükləyə bilirik. İndi bu birinci ikonumuza baxaq. Darış eləyək. Buradan kolosu dəyişək ki, ağ eləyək ki, burada arxa tema biraz dark tema olduğuna görə ağ rəng eləsə daha yaxşıdır. Ağ rəng eləyəcək. Məncə elə ən uyğunu budur, bunu yükləyək. PNG formatında free download. Birinci hazır. İndi burada görsənməyən ikonları silməliyik. Silək. Bunu sil. Təzədən yerinə oturtaq. Şəkildə. Şəkildə. Aha. Güzel.
Ha, düzdür. İndi insertdən picture sesine gəlirik. Buradan yüklədiklərimiz, daha sonra yüklədiyimiz ikonları buradan seçib add edirik. Evet. Ha, bunu. Bunlar da siz özünüzə uyğun olaraq, əgər sizin slaytda bunlar ikonlar lazım olacaqsa, özünüzə uyğun eləyin. Yəni burada mən nümunə olaraq göstərirəm. Daha sonra bunu resurslara qənaət hissəsinə qoya bilərik. Şəkildə daha da saat, vaxta qənaət. Bura, aha, bu ikonumuz da bura. Əlavə eləyək və pis olmadı məncə. Normaldır. İdarə edək. Baxaq. Bu da bizim slaydımız. Burada da ikonlar var. Yəni ikonları göstərdiyimdə sizə, yəni hələlik bu ikonlar burada olmasa olar məncə. Şəkildə də normaldır məncə, ikon olmasa belə. Bu qədər, yəni bu qədər. Sonra da bütün dəyişikliklərinizi etdikdən sonra da fayl bölümündən save as edərsiniz. Buradan istədiyiniz hissəyə bunu save edə bilərsiniz. Üzərinə yazılsın. Okay. Bu qədər. Daha sonra da yüklədiyiniz, daha doğrusu düzəltdiyiniz slaydı da, yəni sərbəst işdə lazım yerdə göndərirsiniz. Videomuz bura qədər idi dostlar. Kanala abunə olub videoyu bəyənməyi unutmayın. Bu günlük bu qədər. Sağ olun, salamat qalın. Gələn videolara görüşürüz.